yanından keçən oğlanlar var. Bu bayrağın dalgalanmağından ötürü bizim bölük komandirimiz dünən şəhid oldu. Allah ona qəni rəhmət eləsin. Allah ona rəhmət eləsin. Amin. Amin. Allah bütün şəhidlərdə rəhmət eləsin. Amin. Torpaq uğrunda can alıb can verənlərin hamısına eşq olsun. Amin. Salam əziz izləyicilər. Görüş zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşümüzdə şəhidimiz Nağıyev Elfak Azadoğlu'nun anası Aytəkin Nağıyeva. Salam Aytəkin xanım, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Aytəkin xanım, ilk öncə biz sizin qarşınızda baş əyirik. Belə gözəl, qeyrətli, namuslu övladlar böyütmüsünüz. Onlar da görmədikləri, yəni o zaman haçan ki Qarabağ tanınmışdı, o zaman heç o Qarabağı tanımırdılar. Amma sağ olun ki, öncə sizə borcluyuq ki, sizin kimi analarımız, atalarımız evdə uşaqların tərbiyə etdikdə vətən ağrısını, vətənin necə düşmən tərəfindən bizdən alınmasını bilmişsiniz və bugün də yəni onlar bu Qarabağda şəhid oldular və torpağımızı yenidən bizə qaytardılar. İlk öncə sizə çox əyirik və qarşınızda baş əyirik. Və ilk olaraq Aytəkin xanım, şəhid Nağıyev Elfak nə vaxt və harda andan olub? Sizin təhsil aldığı məktəblər və kollec haralar olub? Buyurun. Çox sağ olun, Allah razı olsun ki, bizim şəhid balaları, bu qəhrəman balaları unutmadığınız üçün. Allah sizləri var eləsin. Sağ olun. Elfak Nağıyev Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Sadə ailədə. 5-ci sinifətən orta məktəbi Parakənd məktəbində davam elətdirib. 5-ci sinifdən sonra biz gəlmişik Savunçu rayonu Zabrat qəsəbəsi 307 saylı məktəbdə oxuyub. 9-cu sinifdə o Şamaxıda kollec idman müəllimliyini oxuyub. Orayı da qutardı, ondan sonra əskərliyə getdi. Əskərlikdən gələndən sonra da o oxuduğu üzrə ondan o çox bacarıqlı uşaq idi. Əlindən çox işlər gəlirdi ona. Nə oxuduğu məktəb, nə müəllimliyini istəmədi, nə də ki bacarığından dedi ki, yəni başqa işlərdə işləyə bilərsən. O dedi, yox, mən hərbiçi olacağam, hərbiyi seçdi. Biz ona çox təkliflər elədik, ancaq o hərbiçi olmağı seçdi. Çünki o özünü biləndən həmişə o Xocalı hadisələrini, 20 yanvarı, aprel döyüşlərini, nə bilim, yəni həmişə onları izləyib. O həmişə evdə də söhbət eləndə eləcə deyirdi ki, bu düşmənlərdən hafımız alsaq nə yaxşı olardı. Bir söz düşəndə hər zaman sözü olardı. O bizim Xocalıda bizim uşaqları durba doldurub yandırdıqları, nə bilim, çox o düşmənlər çox belə nə bilim, yaxşı hərəkətləri olmamışdı. Dərdi orada çox belə, bilmirəm, biraz həyatxanıyam. Yəni, bu vaxtlar biz hamımız üçün, bütün analar üçün çox yaralı yerimizdir. Sentyabrın 27-sindən biz nə bilim. Allah rəhmət eləsin şəhidimizə və bütün şəhidlərimizə. Amin. İndi şəhidimizin atası Azad müəllim buradadır. Salam Azad müəllim, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Azad müəllim, siz bir kişi olaraq bir suallar var ki, o sualları
adına versək, o daha doğru düzgün cavablamaya bilər. Çünki başa düşür. Amma mən istəyərdim, siz deyərsiniz. Deməli, Elfaq bəy 2016-cı ildə həqiqi hərbi xidməti bitirdikdən sonra hansı arzunu ifadə edib və 2019-cu ildə bu istəyinə necə nail olub? Hərbi hissədən gələndən sonra hansı ki öz xidmətini başa vurduqdan sonra gəldi, nə qədər biz xahiş elədik, minnət elədik, yəni özü idman müəllimliyini qurtarmışdı, diplomu var idi. Müəllimliyinə də getmədi, başqa strukturda da işləyə bilərdi. Elə gələndən sonra da arzusu oldu ki, mən hərbiçi olacağam. Sonra Gizir kursuna getdi, Gizirlik kursuna getdi. Gizir oldu, sonra getdi Ensali hərbi hissədə xidmət eləməyə. 2019-cu il. Birinci Ağcabədidə qulluq elədi, sonra Sumqayıtda, oradan sonra sentyabrın yarısı olardı, 15-i, 14-ü belə qusara apardılar. Müharibə başlayan vaxtdan ilk gündən döyüşlərdə olur. Ancaq bizə bildirmirdi. Deyir, təlim keçirir, mən qrup rəhbəriyəm, qrup rəhbər kimi də iştirak edib döyüşdə. Sonra müharibənin demək olar ki, bir 10 günündən sonra biz artıq bildik ki, döyüşdədir Elfaq. Sonra mən telefondan az da olsa ara bir danışırdır. Onu dedim, Elfaq, bəs döyüşdə olmuşsa, niyə bizə bildirmirsən? Dedi, ata, döyüş deyəndə mən arxa cəbhədəyəm. Anladım. Bəli, heç vaxt bizə o döyüşdə olduğunu bildirmədi. Füzulidə, Cəbrayılda, Hadrut'a ilk bayraq sancan qəhrəmanlardan olub. Oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaət göstərir, orada şəhidlik zirvəsinə yüksəlir. Allah rəhmət eləsin şəhərimizə. Gizir kimi xidmət etdiyi illərdə hansı bölgələrin azad olmasında şücaət göstərmiş və hansı ləqəblə tanınmış? Cəbrayıldan başlayaraq, Cəbrayıl Füzuli zonasında böyük şücaət göstərərək, elə o ilk günündən də döyüşə girən günündən də Qorxmaz Gizir ləqəbi adını alır. Orada o sosial şəbəkələrdə də yayılır. Bayraq sinəsində orada əskərlərlə deyir ki, buradakı əskərlər Qorxmaz əskərlərdir. Hamısı 2-ci Qarabağ müharibəsində öz sözünü dedi. Kişi kimi danışa bilirlər ki, həqiqətən də biz erməni geri çəkdirdik. Orada heç onun ad familiyasından çağırılmayıb, ancaq elə onun adına Qorxmaz Gizir kimi çağırılmışlar. Mən bilirəm, bir ata kimi düzdür, bir tərəfdən ağırdır, amma bir tərəfdən də şərəfdir ki, həqiqətən biz özümüz də sizlərə borcluyuq. Yəni, sizin kimi atalara, analara ki, sağ olun ki, belə övladlar böyütmüşsünüz. Mən bilirəm ki, sizin üçün də fəxirdir ki, oğlunuzun orada, bax, belə necə gözəl deyirsiniz, Facebookda, orada-burada görürük. Sonra xanım dedi ki, Facebookda onun yazılarını görürük. Deməli, bunların hamısının başda olan sizsiz bu şəraiti onlara yaradan. Siz vermişsiniz onlara o bu gözəl tərbiyəni, bu gözəl mərifəti, bu gözəl dərsi ki, yəni bu dərəcədə qəhrəmancasına gedib öz canlarından keçdilər belə şəhidlər. İlk öncə sizə borcluyuq və sizdən Allah razı olsun. Təşəkkür edirik ki, belə övladlar böyütmüşsünüz. Azad bəy, şəhid Nagiyev Elfaq hansı dövlət ordeni və medalları ilə təltif olunmuşdur? Ali Baş Komandanımızın sərəncamı ilə vətən uğrunda igidliyə görə Füzulinin, Cəbrayılın, Xocavəndin medalları ilə və vətənə xidmətə görə 3-cü dərəcəli ordenə təltif olunmuşdur. Allah rəhmət eləsin. Son olaraq, sizlə bitirək, yenə xanıma keçəcəyik. Son olaraq bizim gənclərə nə sözünüz, nə fikriniz, bizi izləyən bütün Türk dünyasının gənclərinə sözünüzü də söyləyin və sizin də bitirək. Buyurun. Mən onu deyə bilərəm ki, Allah şəhidlərimizə rəhmət eləsin. Bizim bu şəhidlərimizin, Elfaq kimi qəhrəmanlarımızın sayəsində torpaqlarımız azad oldu. Və onlar qanlarından keçməkdə o
yerdə qalan o körpələr, onların gələcək rahatçılığı üçün, onlar rahat yaşamağı üçün onlar canlarını fəda verdi. Bəli. Bir daha xalqımıza belə acı günlər arzulamıram. Allah o, yenə deyirəm, o yerdən qalxan körpə balalara sağlamlıq versin, can sağlığı versin, acı günlər göstərməsin. Onların şən-firavan yaşamaq üçün bizim şəhidlərimiz, qazilərimiz canlarını bəli. Canlar və ona görə də bugün biz onlara borcluyuq və sizin kimi analar, atalara, sizin kimi necə deyərlər, belə övlad böyütdüyünüzə görə sizin kimi atalara, analara borcluyuq və sizin kimi anaların, ataların qarşısında baş əyik. Allah sizdən razı olsun. Biz də sizlərə təşəkkür edirik. Allah razı olsun sizdən. Çox sağ olun. Elfaq Nağıyev 2020-ci ildə şəxsi həyatı ilə bağlı hansı addım? Elfaq ən gözəl günlərini, inanın Allaha, 2020-də bizim həmi elə bil anadan təzə olmuşduq həmən ili. Həm bizim sevinçli günlərimiz oldu, həm kədər. Sevinçli günlərimiz ona görə oldu ki, 2020-də həyətimizdə Elfaqa ev tikdirdik, Elfaqa nişan elədik, Elfaqı payızına evləndirəcəydik. Nişanlamışdıq Elfaqı. Mənə elə gəlir ki, yəni, ancaq o müharibə Elfaqı nə deyim, 6 illik istəyinlə də yəni, bağlamadı da, əsas vətəni seçdi. Həqiqətən onun nişanlısı zəng eləyir, zəng çatanda ağla-ağla deyir ki, Elfaq, bir dənə tutacağım sənsən də, çox xahiş dilirəm. Özünü gözlə, qalx gəl, toyumuzu eləyik. Deyir ki, mən sənə söz vermirəm. Öncə vətən, ondan sonra sən seçin. Allaha and olsun. Yəni özündən sonra onu ağla-ağla nişanlısı söylədi ki, xala, Elfaqın son sözü mənə bu oldu. Allah rəhmət eləsin şəhidimizə. O, hansı döyüşdə qəhrəmancasına şəhid olmuş və hansı tarixdə dəfn olmuş? Şəhidimiz. Oktyabrın 21-i elə bil Xocabənddə Qırmızı Bazar deyilən, yəqin ki, indi mən dəqiq bilmirəm, ancaq Qırmızı Bazar deyilən istiqamətdə ağır döyüşlər olur. Orada Elfaq dincəlmədən daha nətər lazımdır. Hətta orada komandiri deyir ki, ay Elfaq, biraz dincəldinən, sən çox yorulursan, qoy başqaları girsin də bu döyüşə. Deyir komandiri söylüyor ki, gülə-gülə deyir, qayıtdı deyir, dedi ki, komandir, sən nə danışırsan? Biz Gələbəylər bir qarşı torpağımızı düşmənə verməmişik indiyətən. Mən neçə gün torpaqlarımızı almamışıq, dincəlmərəm. Deyir, dedim, zarafatla deyir, avtomatın nədir, küçünlə deyir, belə vurdum ki, ay bak, biraz dincəl sağ deyirəm. Yenə güldü deyir, dedi ki, komandir sağ olsun, keşkə sənin avtomatın dəysin, o düşmənin avtomatı mənə dəyməsin. Elə döyüşüblər, səhərə yaxın yarışdıq imiş, çənli imiş. Çən yarılanda bir də baxırlar ki, düşmənin ahətəsindədir. Hələ ondan qabağa Elfaq elə bil mövqeylər var imiş. Elfaq əskərlərlə o mövqeyi alır. Bəzən deyir ki, 5 metrdən, 3 metrdən aralı oturun bir-birinizdən. Siz biraz rahatlanın, mən gedim komandirə kömək eləyim. Komandir arxadadır da. Komandirin yanına çatanda çən yarılır. Sən demələ düşmənin mövqeyiymiş. Çən yarılır, onların qabağından düşmən qaçır. Komandir başa düşmür də bunu, öz danışır bunlar. Elfaq deyir ki, Allah Əkbər. Allah Əkbər, Elfaq deyir, komandir də deyir ki, Elfaq, bir-birimizə köməklik elə, səngərə keçək.
Elə deyir, Allah Əkbər dediyini gördüm, getdim Çin İlfaq, şəhid. 21'i vurulub, 23'ü Gədəbəy rayonunun Parakən kəndində öz ata-baba yurdunda. Axır evini orada tikmiş Elfaq. Aytəkin xanım, şəhidimizin həyat yolunda çıxış edərək gələcəkdə gənclərə nə tövsiyə edərdiniz? Mən Allahdan arzum budur ki, gələcək nəsillər bir də müharibə ağır acısı görməsin. Elə bizim Elfaqlar da bu arzu ilə yaşadılar, bu arzu ilə da torpaqlarımızı azad ediblər. Allahın köməkliyi ilə onlar heç vaxt o günləri, o acı günləri görməzdərlər. Həmişə xeyirli günlər, şən günlər, xoşbəxt günlər nəsib olsun onlara, bax bu arzuları ilə. Allah razı olsun, bəli. Şəhidimizin otağı da var və siz də onu vurğuladınız və istəyərdik ki, o otağa indi gedək və onun orada olan əşyaları ilə, orada olan şəkillərlə bizi də tanış edərsiniz. Bizim izləyicilərimiz də otağını, şəhidimizin otağını izləsinlər. Qəhrəmanlar canlı, qanlı qurban etdi bu vətənə, bu xalqımıza, bu gələcək körpələrimizə. Mənim bircə sözüm budur ki, bu gələcək nəsillərə. Bax, belə qəhrəmanlarımızı unutmasınlar. Sizi kimi nəyə gücləri çatırsa, nəyə əlləri yetirsə, hər yerdə onların adını ansınlar. Onlar üçün kitablar, dəstanlar, filmlər çəkilməyini mən çox arzulayıram. Şəhidimizin otağına da daxil olaq və oranı izləyicilərimiz izləsinlər. Siz təqdim edin, yəni ilk şəkilləri. Buyurun. Elfaqın bax, o kefqalı şəkli işə təzə qəbul olduğu vaxtı şəklidir. Bu kaskalı şəkli müharibədə çəkilib. O da yenə o bayraqlı şəkli də müharibədə çəkilib. Hardasa Hadrut qəsəbələrinin ərazisidir. Bu əlində silah olan şəkli də təzə işə girdiyi vaxtın şəklidir. Yenə əlində avtomat tutduğu da müharibədən olan şəklidir, başdakı şəkil. Bu da yenə işə girdiyi vaxtın, baş açıq olan şəkli, işə girdiyi vaxtın şəklidir. Bu da əskərlikdə olduğu vaxtın şəklidir. Allah rəhmət eləsin. Bəli. Bu da şəhid qardaşlarıyla birlikdə bu şəkli də işə girdiyi vaxtın şəklidir. Bu şəkli. Bu paltarı nişanı paltarıdır. Hərbi paltarı. Axırıncı dəfə sentyabrın əvvəli, avqustun axırı məzuniyyətdə idi. Hamımız getdik rayona, Gədəbəyə. Bizi rayona aparırdı. Onda bu şəkli bizim Şəmkiri qalxanda Gədəbəylə Şəmkirin Yasamal deyilən bir yeri var. Həmən orada heç vaxt bir elə gedib gəlmişdik, heç vaxt deməmişdi orada şəkil çəkdirəm. Bilmirəm niyə. Bax, 2020-nin avqustun axırında, sentyabrın əvvəlində rayona gedəndə çəkdirmiş idik. Atasıdır, Elfaqdır, mənim. Bəli. Bu da yenə həmən vaxtı qardaşınla
Gədəbəydə gəzində belə nə bilim çəmənlikdə hərlənəndə çəkdiriblər. Qardaşıdır o da. Allah canınızı Qardaşı da könüllü döyüşlərə qatılmışdı. Elə bil qardaşı döyüşdən gedəndə dedim ki, mən həqiqətən də bizə deyirdi ki, mən təlimdəyəm. Bildirmirdi. Mən də ağla-ağla dedim ki, Elvan da getdi də döyüşə. Dedi, ay mama, o nə deməkdir? Lazım olsa atam da gedər. Elədi də birinci gülüşü var idi, güldü. Sən demə, ancaq bu, nə bilim, döyüşün ən qatı yerində, ən öndə gedənlərdən biri də Elfaq imiş. Ancaq bizə bildirmirdi. Bunu da mənim oğlum Qəhrəman'da elə bir layihə var. Onlar hazırlamışdı Elfaq üçün. Bu da çantasıdır Elfaqın. Elfaq özü idman müəllimi idi. Həm də idmançı idi. Görürsünüz də yəqin ki. Bəli, görürüm. Hə, idmançı idi. Keçən illəri Allah sizdən də razı olsun, Ülvi müəllimdən də. Ülvi müəllim Elfaqa böyük idman yarışı keçirdi. Ülvi Quliyev, deputatımız. Hə, bu medallar da, yəni Elfaq öz idmançı olub. Nə bilim, o paltarıdır, özünün paltarıdır. İdman paltarıdır. Kariti. Hə, bu da yenə mənlə olan son şəkli. Hə, görürüm. Bu da Elfaqın şəkli. Bu da Gizirliyə girdiyi vaxtın şəklidir. Rəşad qardaşıdır. Elfaqın Rəşad qardaşıdır. Bəli, biz onun da anasını çəkmişik. Hə, gördük. Sevil anayla Zahir bəy. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İçində Zahir qardaşlar, Elfaq qardaşlar, Rəşad qardaşlar olmaqla. Amin. Bu da medalların göstərərsiz indi zəhmət olmasa. Bəli. Yenə bu da ailə şəkillərimiz. Bəli. Onun komandiri Zeynalov Turalın şəkli. Orada o bayrağı qaldıranda da deyir ki, bizim komandirimiz şəhid oldu. Bu bayraq yaşamağından ötəri. Həmən komandirdir. Zeynalov Tural. Bəli, orada o səsləndirir. Hamısının yerini rahat eləsin. Bu da şəhid qardaşlardır. Polad Həşimov. Polad Həşimov vurulanda da o çox, nə bilim, çox nə hala düşdüyünü, nə bilim, sözlə demək mümkün deyil də. Allah and olsun. Elfaqın medalları. Bu medallarıdır. Rayonun alınmağı üçün medallarıdır bu. Üç rayonun alınmağında Elfaq iştirak eləyib. Və vətənə xidmətə görə, şücaətinə görə olan medal, düzdürmü? Bəli. Allah rəhmət eləsin şəhidimizə. Bu da orden. Allah rəhmət eləsin.
İrfaqın cibindən çıxan əşyaları. Darayım. Darayım. Bu neydi? Bu neydi? Haçar. Haçardı, indi bilmirəm nəyin haçarı. Bu da diplomudur. Hı. Bu da cibindən çıxan pullarıdır. Vəsiqəsi, nə bilim. Belə. Nifrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere garg olmuş baştaşlarınız, namusun gayreti taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksünüzü namert güllesi, dondu dininize vatan neylemesi. Din diyanaları ahun alesi, akar gözlerinin yaşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Və beləliklə Aytəkin xanım, proqramımızın sonuna yaxınlaşırıq. Biz sizə təşəkkür edirik ki, dəyərli zamanınızı ayırıb bu proqramımıza qatıldınız.
Və son olaraq bizi dünyadan izləyən bütün türk qardaşlarımıza, bütün dünyada olan Azərbaycanlılara son sözünüzü də söyləyin və proqramımızı bitirək. Buyurun. Çox sağ olun, var olun ki, Allah hər birinizi var eləsin. Bu dəyərli şəhidlərimizi, dəyərli qardaşlarımızı, balalarımızı siz bütün dünyaya çatdırdığınız üçün onların qəhrəmanlıqlarını Allah da sizə versin, can sağlığı versin. İzləyicilərimizə də onu deyərəm ki, Allah hər birini var eləsin. O şəhid, o qəhrəman balaların haqqını itirməyən, hər kəsin Allah haqqını itirməsin, can sağlığı versin. Kimin mən deyərdim ki, bu sözü bir ana olaraq hər kəsə çatdırmaq istərdim ki, sizin vasitənizlə Allah köməyiniz olsun. Onların qəhrəmanlıqlarını bütün dünyaya kimin əlindən nə gəlir onu çatdırmağını istərəm. Onların qəhrəmanlıqlarını hər bir yerdə kimin gücü nəyə çatır, kimi film çəkməni, kimi kitab yazmağını, nə deyim, yəni bir an olaraq onu istərəm ki, onların qəhrəmanlıqları hər yerdə yayımlansın, hər kəs bilsin, onların keçdiyi yolları, onların nə tərz cəsarətli olduqları, güclü olduqları hər yerdə yəni bilinsin. Çox sağ olun, var olun. Bəli, və biz də çalışırıq ki, mən özüm də çalışıram ki, bütün şəhidlərimizi bütün dünyaya tanıdaq ki, nəinki bu il, nəinki gələn il, nəinki illər, əsrlərlə bizim şəhidlərimiz yaddaşlarda qalsın və inşallah ki, bu da davam edəcək və mənim kimi bir çox vətənini canından çox sevən şəhidlərimizi təqdim eləyəcək, qazilərimizi təqdim eləyəcək, onlar haqqında məlumatları və beləliklə də bizim şəhidlərimiz, qazilərimiz hər zaman yaddaşlarda, hər zaman tarixlərdə qalacaq. Çox sağ olun bir daha, var olun, Allah sizi var eləsin və bütün Azərbaycan, bütün Azərbaycanda olan bütün insanlar sizə borcludur və qarşınızda baş əyirik. Allah sizi var etsin, sağ olun və beləliklə də bugünkü proqramımızın sonuna gəldik. İnşallah başqa proqramlarda, başqa görüşlərdə görüşmək ümidi ilə. Minnətdarım. Çox sağ olun. Allah razı olsun. Var olun. Sağ olun. Sağ olun əziz izləyicilər. Gələn görüşlərədək.